Sən istəyirsənsə xülasə, Allahla yaxşı münasibətin yaransın. İstəyirsən ki, sən Allahla sənin aranda sevgi yaşansın, sən Allahı sevə biləsən, nə etməlisən? Bir müddət sözünə bax. Allahla sevgi belə başlanır. Əvvəl ola bilər səndə eşq hissi olunmasın Allaha. Sən bir müddət onun sözünə bax, onun dediyini elə, sözlərini eşit, yavaş-yavaş sevgi yaranacaq səndə ona. Allaha sevgi yaranmağın yolu budur. Allahı sevmək istəyirsənsə sözünə bax. Sözündən çıxanda da bir narahatçılıq yaransın səndə, bir xəcalət yaransın, bir həya yaransın. Allahı sevmək kitabxanada moizədə alınmır. Gedim kitabxanada oxuyum, Allah haqqında oxuyum və birdən aşıq olum. Deyim, nə qəşəng Allahsan, sevdim səni, belə olmur. Bu, oxumağın xeyri olur, amma Allahı sevmək əməli prosesdir. Adam Allahın əmrlərinə qulaq asdıqca Allahın insan yanında hörməti artır.